desinlər. Şok qalmadan maraqlı qonaqlar, hər sözümüz tam səmimi olar. Dünya devi deyəcək öz sözü, qoşul bizə və şahid ol özün. Hər ekskluziv burada səslənər, tam səmimidir bizim söhbətlər. Tam səmimi, tam səmimi söhbətlər, tam səmimi. Oldu yine bile gittin yar, oldu yine bile gittin yar. Hiç küsmeyin yeridirim yar, hiç küsmeyin yeridirim yar. Yüreğimi aldan ettin, yüreğimi aldan ettin. Hiç küsmeyin yeridirim yar, hiç küsmeyin yeridirim yar. Akşam düşür sen karışır, sahil var aşım daşır. Akşam düşür sen karışır, sahil var aşım daşır. Sahil var aşım daşır. Ham küsenler barışır, ham küsenler barışır, ham küsenler barışır, ham küsenler barışır. Hiç küsmeyin yeridir ya, hiç küsmeyin yeridir ya, hiç küsmeyin yeridir ya, hiç küsmeyin yeridir ya. Teşekkürler. Rejissorlarımıza teşekkürler. Samaşaşlarımız, bilirsiniz ki biz artıq hər gün dünəndən başlamışıq. Bax, belə dünyadan köçmüş, belə deyək də Azərbaycanımızın o nadir səs incilərinin ifaları ilə proqramımıza start veririk. Dünən İslam Rızayevi yada saldıq. Məsəl üçün, çox insanlar bilmirdilər ki, dünən biz səsləndirdiyimiz musiqi İslam Rızayevin ifasında ilk olaraq tamaşaçılarımıza təqdim olunub. Bugün də Nəzakət xanımın səsi ilə, avazı ilə proqramımıza başladıq. Hər vaxtınız xeyir olsun söylüyürük. Və söylüyürəm ki, bugün çox maraqlı qonaqlarımız var. Mətbəximizdə də Sədaqət xanım gözəl bir təam hazırlayacaq. Bunu da indidən deyim, bilmiş olun. Amma deyəcəklərimiz çoxdur, hörmətli tamaşaçılar. Bilirsiniz ki, proqramımız canlı efirdədir. O səbəbdən də siz bizim 88-72-ni yaddan çıxartmayın. Başqa xarici ölkələrdən SMS nömrələrimizi görürsünüz. O nömrələrlə bizlə əlaqə saxlayın. Və düşünürəm ki, bugün maraqlı, gözəl bir proqram sizə təqdim eləyə biləcəm. Təqdim eləyə biləcəm deyəndə ki, komandamızla o proqramı sizə təqdim eləyə biləcək. Əsas məsələ odur ki, siz ekrana yaxın əyləşin, efirin qarşısından heç bir yerə çəkilməyin. Bu 2 saat sizin və mənimdir. O səbəbdən də yaxşı mənada, yaxşı yararlanaq, yaxşı faydalanaq. Amma bir şey söyləmək istəyirəm. 2 nəğməli qonağımız olacaq. Biri Qarabağdan gəlib, torpağımızdan, elimizdən, obamızdan və belə deyim də, artıq bölgələrimizdən proqramımıza qonaqlar gələndə sevinirəm. Ona görə ki, mən bu yaxınlarda 2-3 gün bundan öncə Gürcüstanda olduq, sərhədləri tam səmimi açdı. Biz 3 gün Borçalı mahalında, bilirsiniz 1 milyona yaxın Qarapapaq türkləri yaşayır Borçalıda. Biz ora getdik və oradakı çəkilişlərimizi hamısını tamamlayıb sizə təqdim edəcəm. 4 saatdan çox proqram çəkmişəm. Sözüm ondadır ki, və orada da mənə söylüyürdülər ki, indi siz çəkilişləri görəsiniz. Təsadüfən hansı supermarketə girdiksə, hansı evə qapını döyüb girdiksə, baxdıq ki,
Bəli, Dünya TV qarşısında tamaşaçılarımız əyləşib proqramlarımızı izləyirlər. Demirəm hansı proqramlarımızı. İnşallah o bizim proqramımız təqdim olunanda görəcəksiniz. Və daha çox da nəyi bəyənirlər, nəyi sevirlər? Deyirlər, siz bölgələrimizdə yaşayan sənət insanlarına qarşı biganə deyilsiniz. Və bilirsiniz, bizim bununla bağlı layihəmiz var. O layihədə də xüsusi olaraq əməkdaşlar bax bu məsələ üzərində çalışırlar. Söhbət demirəm yenə də hansı verişdən gedir. Qonaqlarımı təqdim edim. İstəyirəm belə ilk qonağımı təqdim edim. O da Qarabağdan, Füzuli torpağından, Füzuli elindən gəlib. Qarabağımızın gözəl səslərindəndir. Keçən il qonağım olmuşdu, ötən il. Səhv eləmirəmsə, ötən il qonağım olmuşdu. Mən bura dəvət eləmək istəyirəm. Fazil Qurbanoğlu. Fazil, buyur. Hər vaxtın xeyir olsun qardaş. Necəsən? Nə var, nə yox? Buyur, əyləş. Füzulidə nə var, nə yox? Hoş gördük. Təşəkkür edirəm. Təşəkkür edirəm dəvətiniz üçün. Bütün Dünya TV əməkdaşlarını, eləcə də Azərbaycan xalqının hər birisinin bu Bahar bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Hər birimizin bayramı mübarək olsun inşallah. Təşəkkür edirəm. Xoş gəlmisən. Xoş gəlmisən. Mən də səni təbrik edirəm və sənin timsalında bütün bizi izləyən hər kəsi təbrik edirəm. Və Nigar xanım, dəvət eləyə bilərəm? Yox, birazdan dəvət eləyəcəm, birazdan. O mənim həm Instagram dostumdur. Bu arada Instagramdan da bizi birazdan online izləyəcəksiniz. Samir tam səmimi, oradan da şəhərlərinizi yazın, göndərin mənə. Baxın, mikrofon sizindir, zəhmət olmasa saxlayın yanınızda. Mikrofon sizə məxsusdur bu günləri. Və belə deyək də, hörmətli tamaşaçılarımız, burada ifaçı qonağımız da var, Azərbaycanımızın əməkdar artisti, milli mahnılarımızın, muğamlarımızın, mən o günləri bir xanəndələr var, deyirəm, bax Zakir Əliyevə bax, hər şey oxuyur. Yəni, bəstəkar mahnısı oxuyur, muğamlar oxuyur, xalq mahnılarını oxuyur. Yəni, oxumadığı heç nə yoxdur. Səs olandan sonra da niyə də oxumayasan, belə də ki. Dəvət eləyim bura, Respublikamız əməkdar artisti, çox hörmətli pedagog Zakir Əliyev. Necəsən, nə var, nə yox? Yaxşıyam, şükür Allaha, əlhəmdülillah. Hər şey yaxşıdır. Siz izləyən tamaşaçılar hamısını salamlayıram, hər vaxtınız xeyir olsun. Tam səmimi və xoş gördük Samirlə bərabər. Zakir, mən çoxdan da yox idim. Nə qədər vaxtda yox idim? Görür, 1-2-3 ay var. Olar. Tatbaq olmur ki sesi. Şəkər bura kimi bayramdan bayrama görsənirsən. Paxlava kimi tapılmırsan, hər evdə düşə bilmə. Uşaqlarımız deyirlər ki, əməkdaşlarımız paxlava yeyə, Zakir müəllimi bugün eşidəcək, dinləyəcək. Yəni, Zakir müəllimin səsi olan yerdə paxlavaya nəyə ehtiyac var? Qəti. Deyək, gəlir, bulku gəlir. Kişmişli bulku gəlir. Nigar xanım Muradova, buyur gəl. Gəl, əyləş Fazil yanısa. Bayramımız mübarək, necə gözəl illərə çıxaq, bütün millət olaraq, xalq olaraq hər birinizi təbrik edirəm, bizi izləyən bütün tamaşaçıları təbrik edirəm bayram münasibəti ilə. Samir müəllim, eyni zamanda sizi, Zakir müəllimi və sizi Fazil müəllimi təbrik edirəm. Fazil Zakir. Oxşar adlardır. Yaxalım. Mən elə bir formu təqdim elədim ki, onu qalmışa bilmiyorum. Yox, deyəsən sən bu dəfə şəkər vuran paxlavan çox olub. Həddindən artıq çox yemisən. Həddindən artıq çox yemisən, ha. Mən mətbəximizə yaxınlaşmaq istəyirəm. Orada da bizim gözəl bir xanım, bilirsiniz ki, dünənlərdə burada qəşəng bacarıqlı əlini nümayiş elətdirdi. Və bu günləri də bizim yazarımız, çox hörmətli şairəmiz
Sədaqət xanım buradadır. Sədaqət xanım buradadır. Sədaqət xanım sabahınız xeyir olsun. Xoş gördük sizi də. Hər vaxtınız bir də xeyir olsun, Necəsiz? sizə qurban. Sizə ölməsin, biləyim rahat olmur. Sizə qurban olaram. Gör, uzaq məsafənin, Suraxan Rızıq qəsəbədən sizi sevgiyə, nə böyük sevgi var ki, sağlam bir həvəs var səndə. Dünən elə deyirlər. Allah deyir, həvəs var, necə geyinirsən deyir. O axşam evin bir yaşlar, bir xoraya necə cür ilhama gəlmişəm ki, sabah bir də sənin versin də, ovqatımı. Doğru. Bəli. Çok Dəyişiklik güzel. beğendim. Çok güzel, çok süper. Dedim ki Özünüz gibi değişkendi de her bir şeyiniz. Sizin de şeker ve paklavanız az olmuyor ben diyesem. değişik bir şey. Şəkərbə paklavasız qalsın sağ. Şamil özü o qədər şirindir. Şəkərbə paklavaya ehtiyac yoxsa. O qədər şirin sən Tamam. maşallah. Zakir müəllim maşallah. Xanım bugün dayanmayacaq. Dayanmayacaq, Şeir yox. də deyəcək, yemək də pişirəcək. Dünən bir təhər 2 saat içində o kükünü bizə pişirdi, təqdim etdi. Əməkdaşlarımız deyir ki, Allah, bax sənə. ağlaydı. Biraz mən yəni axı bu başqa mətbəxdir. İlk dəfə həm həyəcan biraz. Artıq ölkəşmisən. Artıq bu gün gözü Elə boş bir bura təcrübə. gəlin köşmüsən. Bax elə bir qaynananın qabağında imtahan sənə versən. qurban. Yaxşı. Uğurlar demişəm, bu həftə tərəvəz yeməklər olacaq əziz tamaşaçılarımız. Amma istəyirəm elə indi elə Fazildən bir ifa təqdim eləyək. Fazil qonaq gəlib də Zakir müəllim Qarabağdan. Gəl, Fazil dostumuz da. Əzəqlarımızı birazdan Mən biraz övsələsəm, Novruza şeirim deyəcəm bir. Mütləq. Sürəyim partlayar. mütləq, Bu mütləq, ayrı mən sizə deməsəm ucu. mütləq. Buyur Fazil. Unudaydım səsini, səsini O ilıq nəfəsini, nəfəsini Bu dəli həvəsimi, həvəsimi Bilə biləydim, bilə biləydim, biləydim gülüm Ay bilə biləydim, bilə biləydim, biləydim gülüm Nəfəsimlə gözünün qara gözünün Yaşını siləydim, siləydim gülüm Nəfəsimlə gözünün qara gözünün Yaşını siləydim, siləydim gülüm Gün
tapınıb məhəbbətə, məhəbbətə. O ilahi qüdrətə, qüdrətə, saflığa, ülviyyətə, ülviyyətə. Gələ biləydim, biləydim gülüm. Gələ biləydim, biləydim gülüm. Nəfəsimlə gözünün, qara gözünün, yaşını siləydim gülüm. Nəfəsimlə gözünün, qara gözünün, yaşını siləydim gülüm. Günahsız mələk olub, sənə dönəydim gülüm. Sənə dönəydim gülüm. Sənə dönəydim gülüm. Sənə dönəydim gülüm. Teşekkür Fazil, çok teşekkür ederim. Buyur zəhmət olmasa əyləş, uğurlar arzuluyoruz sənə də bütün işlərində. Bilirəm, deyir o gözdən uzaq olan, könüldən də iraq olur. Bu atalar deyir bunu. Fazil, Füzuli rayonunda yaşayırsan. Təbii ki. Deməli, mənim anam Füzuliyə bir toy şənliyinə gedir. Allah ruhunu şad eləsin bugünkü əziz Sağ olun, gündə. ölənlərimizə, keçənlərimizə rəhmət. Zakir müəllim gəldi, mənə söylədi ki, bəs Samir toy şənliyinə getmişdi. Gəldi, söylədi ki, Samir, elə yaxşı bir oğlan var, elə gözəl məclisə aparar da. Bəs nömrəmiz adımı verdim ona, nömrəsini götürmüşəm, nömrəsini verəcəm, onu sən Allah deyir, efirə çağır. Bəs çox gözəl deyir, toy apardı, axıra qədər deyir, oturduq. Sonra səsi sorağı Fazilin başqa bir bizim qohumlar var idi, onlardan da gəldi. Elə onlar da gördüm ki, çox maraqlıdırlar bunun efirlərdə olmasına. Var belə müğənnilərimiz, bağlanırlar, qalırlar bölgələrdə. Biraz bölgələrdə də bilirsiniz, iş ağırdı. Kendinin işi çok ağırdı. Bugün eləyərəm, sabah eləyərəm, bugün eləyərəm, sabah bir də görürsən ki, mən salam. Vaxt keçdi, gözümüzü açırıq, yumuruq, ömürdür, gəlir, keçir, gedir. Fazil bizim yaxşı ifaçıdır. Biz Füzulidə də olmuşuq Fazillə. Bir gözəl məclis keçirmişdi, orada getmişdim. Deyəsən, Emin Brendin verilişində. Emin qardaşımızın verilişində, getmişdim burada, Füzuliyə getmişdim. Həm yaxşı ifaçıdır, həm də yaxşı insandır. Yaxşı insandır, həm də bizim qəhrəman oğullarımızdandır. Yəni Qarabağ bölgəsində o cəsarətlə döyüşən oğullardandır. Allah can sağlığı versin, uğurlar arzu edirəm mən. Və sizdən xahiş edirəm ki, tez-tez Fazil dəvət edin, o gəlsin, ifa eləsin öz gözəl nəğmələri. Təşəkkür edirəm hər birinizə. Samir qardaşın sözünə qüvvət. Mən bu əziz gündə, təbii ki, mart ayı, bayramlar ayıdır, əziz günlərdir. Bu əziz gündə mən elə bu tam səmimi verilişinə fürsətdən istifadə edib Nurda anamızın ruhu qarşısında baş əyirəm. Mən bir il öncə Zakir müəllim bu verilişdə həmin o insanı sayəsində mən qonaq olmuşdum canlı efirdə. Mən əllərindən öpərəm bu sözləri demişdim Nurda anamıza. İndi mən deyirəm ki, ruhu qarşısında baş əyirəm. Mən Samir qardaşımız da söz verib bugün gedib ziyarət edəcəyik bu anamızın. Allah rəhmət eləsin. Çox sağ ol Fazil. Çox sağ ol, təşəkkür edirəm. Instagram dostlarımız, Samir tam səmimi səhifəsi aktivdir. Gör sən əli və yağı görə hələ nə hazırlayırsan. Basarot bildiyində tamaşaçılar, zəmrlər deyirlər ki, xanım nə hazırlayır. Dəcəl xanımdır da bu mətbəxdə. Şahada o qədər dəcəl olmuşam. Bu xanımı ümumiyyətlə mətbəxə gələnlərin hamısı aktivdir. Kəşf elə, gözəz, bax doğrudan sizə bir kəşf edir Samir. Kəşf eləmsiniz bu xanımı, aktiv xanımı. Çox aktivdir. Deməli, mən bayaqdan baxıram ona, o necə? Çox həyasıyım. Dayanmır mətbəxdə. Demək, keçən həftə Mənsumə xanım burada bizim üçün ət yeməkləri elədi. İndi bilirsiniz, qış fəslindən çıxmışıq, yazdı. Belə qərara gəldik ki, bir həftəmizdə, belə deyək də, tərəvəzlərdən olsun. Göyərti, tərəvəz, bax bu qismdə yeməklər yeyək. Xanım dünən maraqlı bir göyərtidən yemək hazırladı, o da dedi Füzuli mətbəxinə aiddir. Amma bugün kələm var mətbəximizdə gördüm. Şüydümüz var, yerkökümüz var, kartof soğanımız var. Nə olacaq yeməyimiz onu söyləyin.
Demək bugünkü kələm qovurmasıdır. O sarı xan bir də çığırdırdı, nə siz deyirdiniz, mənə çox hoşuma gəldi. Mən də deyəsəm bu 4 gün amma axırda çığırtmayacağım, axırda bozardacağım, nə sizin. Axırda qazaq bozartması olmalıdır. Ay sənə qurban. Demək bugün bu kələm çığırtması, bu mənim öz meyimdir. Bunu yəni mən bəlkə də kimsə eləyib bilməm, yəni mənim öz kəşfimdir bu xanım. Sadə bir yeməkdir amma hazır kalorili yeməkdir, çox xeyirli, çox adam da bəyənir. Gəllər çox, gəllər deyinə gözəl. Sən pişirdiyini İnan gəllər mənə qurluq eləmətə sizə qurluq deyirlər ki, falan şeyi pişir gələk deyirəm. Ay baba, mən yazılım, həmişə pişirmə, siz də pişir bil, mən də gəlməyim. Baba bir O İsmail günah özümdə deyir, yox elə ki, dadlı eləyirəm, deyirlər ki, yox, hamısını çox istəyirəm. Sən gözəl xanımsan. 3 gəlinim, 3 də balamdır, elə bir qızımdır. Qızım yoxdur həyatda, gözəl xanım. 4 oğlum var, onun 3-ünü evləndirmişəm, tək biri subaydı. O 3 gəlim, Allah'ın dostu, 3'ü də mənə elə bir qızdır, qız əvəzidir. Çünki o münasibəti yaratmışam. Bəli. O Nəysə, bu belə getdi. İstəyirəm ki, deməli, yeməklərimizi təqdim elədik, bugün narahat olma, sənin o Novruz şeirində olacaq. Nigar xanım, sən yavaş-yavaş işə başlaya bilərsən, Sədaqət xanım. Yavaş-yavaş başla işə, əməkdaşlarımızla iş. Tamam, buyurun. Demək, yağ soğan qovurulur, kələm əvvəlcən doğranılır, hamısı ayraqda doğrulanacaq qəşəng. Yağ soğan qovrulandan sonra bu doğranmış kələm, kök və kartuşka kubik halında. Hamısı bir tərdə hazır vəziyyətdə olur. Aha. Özü tənbəl yeməkdə rahat. Ətsiz, yalancı da olmadan. Asandır sənə qurban. Yağ soğan qovrulandan sonra, biraz böyük olsa laf yaxşı olsa, varsa, böyük mənə tava. Mənim ürəyim kimi tava da böyük istəyir gelir. Hər gün verilir tavada, ondan yekə tava. Neyini sən burada? Yaxşı. Elə bir külbət. Yox, böyük yalanda gözəl olur axı, o yanmır, istədiyin kimi. O doğran kələm. Sonra o kök, arada nəfəs al. kartoşka, hamısı qatılır ona. Bəsal, duz da vurulur. Ondan sonra Zakir Əliyev yeyir. Birazca ölür kızım. Yox, qovracaq. Ağzı ölür, birazca ölür, kələm ölür. Bəsal, sonra da örtürəm qapağını. Ancaq qəşəng qovurula, yağı düşənə yaxın, şüydü də əlavə edəcəm və qutardı getdi. Tamam. Nuşican, siz də sarımsaq qatına yeyinsə, necə İstəyirsən də belə sadə ye. Buyur, sənə uğurlar mətbəxdə, inşallah 2 saata çatdırarsan. Çox danışmasam. Dünən 2 saata da güclə çatdırdığı gərdə qovurmasın. Bugün biraz çətindir məsələ, ona görə əldən iti ol. Demək, Zakir müəllim, istəyirəm elə bax Fazil müəllim ifasından sonra sizdən də biri ifalaq. Ondan sonra mən mövzumuz var, mövzumuzu söyləyəcəm. Tamaşaçılarımızın da artıq görürəm ki, SMS-lər gəlir, SMS-ləri gəlməkdədir, SMS-ləri də oxuyacam. Amma ilk olaraq Zakir Əliyevdən də röya bir ifa təqdim edək, sonra başlayaq. Beşiğimin koylağı, ətrindən qoxusuna mümkün deyil doymağı. Ətrindən qoxusuna mümkün deyil doymağı. Ürkü yamandır qardaş, ciyərim yandı qardaş. Kölgədə dincəlirsən, yerin səryandır qardaş. Ürkü yamandır qardaş, ciyərim yandı qardaş. Kölgədə dincəlirsən, yerin səryandır qardaş. Vurulur sağ sola kür, kol uzadır kola kür. Vurulur sağ sola kür, kol uzadır kola kür. Damar kimi ayrılır, ana kürdən bala kür. Damar kimi ayrılır, ana kürdən bala kür. Səryanım, səryanım, gözəl səryanım. Koydu sanki səryanım, gözəl səryanım. Səryanım, səryanım, gözəl səryanım. Koydu saxtı səryanım, gözəl səryanım. Qoy yaraşır səryana, səs yayılsın hər yana. Qoy yaraşır səryana, səs yayılsın hər yana. Aşıqlar zinət verir, koydu saxtı səryana. Aşıqlar zinət
sola kür, kol uzadır kola kür. Vurulur sağ sola kür, kol uzadır kola kür. Damar kimi ayrılır, ana kürdən bala kür. Damar kimi ayrılır, ana kürdən bala kür. Sel yanım, güzel sel yanım. Haydi saflı sel yanım, güzel sel yanım. Sel yanım, güzel sel yanım. Haydi saflı sel yanım, güzel sel yanım. Teşekkürler, teşekkürler. En sevdiğim müğənniler Allah bak dünən o kadar onun fanatıyam Beydan Əsgərov. Buyurun, Ona yaxşı Zakir bu da Ali. maşallah sənət incisi, gözəl bir insan. Kardeşim sabah yüzün de ta demeyin sürpriz olsun sen Allah. Yani bak ben sürprizi sevirəm. Zakirler, O yemək nə tər dadlı yemək olacaq. Sevirəm. dayanmadı orada, dayanmadı. Dayanma xeyri yok. Ne her üzün attısa stüdyoya, dayanmadı orada. Ben süren de deyirəm, oxumaq, oynamaq, yazmaq həvəsi. Niyə tərk etməyi məni bilmirəm. Bu sənət yanğısı, yoxsa ürək, danışa bilmirəm, dinə bilmirəm. Bir ana görəndə gözləri yaşlı, bir bala görəndə qəlbi qubarlı, bir qoca görəndə sinəsi dağlı, hissiz, həyəcansız keçə bilmirəm. Bir şənlik görəndə ürək atlanır, sevinir, şad olur, həm qanatlanır, gözəllik görməyə gözlər can atır. Bu ülvi hisslərdən qaça bilmirəm. Güneşten, aydan da təmizdir adım, İsmətim, hörmətim, var istedadım, sevgi dənizimdir, sənət ünvanım, zərrəyəm, qığılcım saça bilmirəm. Sənət aşiqiyəm, şeir vurğunu, sevirəm o ölməz səmət vurğunu, təbiət vurğunu, insan vurğunu. Qaçıram, mən ona çata bilmirəm. Vətən məhəbbəti hər şeydən uca, vətənə borçludur cavan da qoca, xəstəyə məlhəmdir, dərdə möhtaca. Bu sirli düyünü aça bilmirəm. Adım sədaqətdir, ləqəbim şıxlı, obam kür qırağı, özüm qazaqlı. Yaşa Azərbaycan, sən Qarabağlı, milyon da versələr sata bilmirəm. Səni ürəyimdən ata bilmirəm. Yaşa Azərbaycan, tək sən yaşa. Mən sənsiz gecələr yata bilmirəm. Səni ürəyimdən ata bilmirəm. Ata bilmirəm. Çok sağ ol Sədaqət xanım. Sağ olun. Çok Bizim gözəl yazarımız Sədaqət xanım bilirsiniz də neçə kitabların müəllifidir. Bəli, tükənməsin. Neçə gözəl şeirlərin müəllifidir. Əziz samaşaçılarımız Zakir müəllim də Səlyan. Ben çok seviyorum.
Sənəti var. Sənəti olan insanları mən sevirəm. Tamam, deməli Sadə insanları sevirəm. Səlyanlarımız Təvazökar üçün bir insan. mahnı da təqdim elədi. Bu arada biz Səlyanda da Səlyanda qonaq da olmuşam. O qədər gözəl cavabı var. Bəli, olduq Necə Səlyanda. qaşlayır, balıq dolması. Şorsulu kəndində olduq və Anar bəyə buradan təşəkkürümü bildirirəm. Atasının adını unutmuşam. Bizə çox gözəl bir çəkiliş üçün şərait yaratdılar. Buradan onların hər birinə təşəkkür edirəm. Biz Şorsuluda olduq, Səlyanda, rayonun mərkəzində olduq, Şorsuluda olduq, bir sıra kəndlərində olduq. Reklamlarımızın zamanı vaxtıdır, hörmətli tamaşaçılarımız. Efirimizdə reklamlar olacaq, amma reklamlara ayrılmadan öncə xatırlatmaq istəyirəm ki, sponsorlarımızdan biri Lev Palaz Şadlıq Sarayıdır. 350-300 nəfərlik qonaqlarınızı siz Lev Palazda qarşılaya bilərsiniz. Geniş sütunsuz zalı, yenicə təmirdən çıxmış geniş sütunsuz zalı sizin ziyafətlər üçün tamamilə əlverişlidir. Və xatırladım ki, əgər menü toy eləmək istəyirsinizsə, 25 manatdır menyunun qiyməti. Yox, əgər menü toy etməyəcəksinizsə, siz o zaman, belə deyək, Şadlıq Sarayını bir günlük icarəyə götürürsünüz. Və bir günlük icarəyə götürdükdən sonra, bax, bütün ailəvi məclislərinizi, bax, bu məkanda həyata keçirirsiniz. Düzdür, Şadlıq Sarayları çoxdur, amma Lev Palaz Şadlıq Sarayı həqiqətən də insanları düşünən, xüsusilə gəncləri, səbəbkarları düşünən bir məkandır. Məhz bu məkanda gözəl ziyafət etməyə dəyər. Qiymətləri çox münasib, keyfiyyəti çox yüksək Lev Palaz. 050 ilə 695-04-05 tələqə telefonları 1-ci mikrorayonda yerləşirlər. Təşəkkürlər. Çox qısa bir reklam aramız var. Reklamlarımız olacaq. Reklamlardan sonra Instagram dostlarımız SMS-lərə göz gəzdirəcəm və əlbəttə mövzumuzu xatırlatacağım. Bizdən ayrılmayın. Davam edirik əziz tamaşaçılarımız. Artıq Instagramdan da tamaşaçılarımız bizə yazırlar. Allah qəni-qəni rəhmət eləsin Nəzakət xanım Məmmədovaya. Və Azərbaycan musiqi incilərindəndir. Həqiqətən də çox gözəl müğənni idi. Uşaqlıq illər. Mən dünənləri elə YouTube'da biraz orada belə eşələnirdim. Baxdım ki, Nəzakət xanımın ünvanına bugünkü gənclərimiz nələr yazıblar, nə gözəl xoş sözlər yazıblar. Çox sevindim ki, bir insan cəmsi 34-35 il ömür yaşayıbdır Nəzakət xanım. Amma Respublikamızın əməkdar artisti adına layiq görülüb. Baxmayaraq ki, aramızdan tez gedib, amma bugün də insanların qəlbindədir Nəzakət xanım. Allah ona rəhmət eləsin. Instagram dostlarımız nə yazırlar? Yazılanlara baxın, Samir bəy baxırıq. Fidan Əliyev yazır, salam Samir bəy, necəsiniz? Sizə Rusiyadan salamlayırıq, təşəkkür edirik. Nabrandan Leyla yazır bizə, Tovuzdan Novruz, Kərbəlayi Novruz yazır bizə. Ondan sonra Kərim yazır, Kürdəmirdən salamlar. Nəcibə İlkin yazır, salam əzizim, bayramınız mübarək, mən çox sevindim, Zakir müəllimi efirdə gördüm. İlxan bizə Biləsuvar rayonundan yazır, göndərir. İlxan müəllimdir, Samir qonaqlarımıza çoxlu salamlar. Gülafət xanım Türkiyədən, Yozqatdan yazır, göndərir. Gülafət xanım da salamlayır qonaqlarımızı, yazır Zakirə bizdən çoxlu salamlar söylə. Zakir müəllimi çox, Fazil müəllimi çox sevirəm, Zakirə də salamlarımızı söylə. Deyəsən Fazil, Instagram dostundur sənin, yoxsa Facebook? Bəli, Gülafət xanım salamlayırıq, qardaş ölkədə. Yozqatdan yazır bizə. Bəli, Türk. Hamının dostudur, bütün sənət insanlarının dostudur. Sonra bizə yazır 999 Almaniyadan yazırlar, Azərbaycana bol salamlar. Pərvanə xanım yazır, salam Samir bəy, necəsiniz? Süperdir hər şey. Zeynəb Zəhra yazır, mən Instagramdan salamlayıram sizi. İlkay bizim operatorımız salamlayır qonaqlarımızı.
Sonra salam Samir bəy Hacı Qabuldan salamlar var. Elməddin 02 yazır Samir qardaş Zakir qardaşımızdan biri vardı, biri yox istəyirik. Ömər 011 yazır Zakir müəllimə deyin. Günorta yeməyinə gəlsin bizim restorana. Aha, bilmirəm hansı Ömər. Haradır deyin bizə gələk. Məmmədov Ələman yazır Mingəçevirdən salamlar. Zahir Hüseynov yazır salam Samir. Sadıqzadə yazır Samir Allah razı olsun. Nə gözəl proqram təqdim edirsiniz. Hər kəsə Dəniz yazır salam. Qonaqlarınızı salamlayırıq. Səma yazır göndərir. Sonra SMS-lər o qədərdir. Nazilə Əlizadə yazır salam Samir bəy. Sonra Sevinç xanım Baxışova yazır hamınızı salamlayırıq. Təşəkkür edirik ki Əli bəy yazır salam. Rusiyadan yazır qonaqlarınıza Cəllabaddan salamlar. Zakir müəllimədir. Orada yemək yeməsin, mən onu gözləyirəm. Valla bilmirəm, bunu Ömər yazır. Ömərdir. Ömər, dostumuzdur Ömər. Salamlayıram Ömər. Hardan yazır bizi Ömər? Şəhərdəndir, Yasamalda. Adını çəkməyək məkanın. Ömər, arada biz də yadasal. Zakir mənim burada tək deyil. Çörək verən oğlandır, səxavətli oğlandır. Hamımız yəqin ki dəvət edir. İnşallah. Təşəkkürümüzü bildiririk Ömər qardaşımıza da. SMS-lər çoxdur. Zakir müəllimdən gördük, çox şad olduq. Neftçaladan salamlar var. SMS-lər Instagramdan gəlməkdə davam edir. Hörmətli tamaşaçılarımız, biz iki üzlü insanlardan bugün onlara müəyyən ismarışlar göndərəcəyik. Nigar xanım, bir psixoloq kimi. Bugün niyə çevrəmizdə, əhatəmizdə iki üzlü insanlar çoxalıb? Artıq heyrətlənmirik. İkiyüzlü insanlar bəzən görəndə deyirik ki, yox, bunun iki yüzü var. Elələri var, min sifətli, min donlu qarşımıza çıxır. Artıq normal bir hal alıb ki, insanlar ikili rol oynamağı bacarırlar. Nəinki ikili, nəinki üçlü, nəinki dördlü və s. və əlaqıra. Yəni, bu əslində normal bir xarakter deyil. Yəni, biz həmişə bilmişik ki, Zakir müəllim məni təsdiqləyəcək ki, insanın bir xarakteri, bir üzü, bir siması, bir mövqeyi olar. Amma o halda ki, hansı ki, artıq bu mövqe dəyişilir, bir neçə simaya, belə deyək də, üzünə bir neçə maskalar taxır. Bax, o insanlardan qorxmaq lazımdır, ehtiyat eləmək lazımdır. Hansı ki, bunu bəzən biz normalda sezə bilmirik, seçə bilmirik ki, doğrudan bu insan mənim üçün rol oynayır, yoxsa ki, əsl siması budur. Düzdür, indi müəyyən dərəcədə o peşə yönümlü yanaşanda düzdür, o insanların xarakterini müəyyən eləyə bilirik, amma indi gəlin görək, bunu psixoloqlar tutaq ki, tanıdılar və yaxud da neçə illər insanlarla münasibəti olan insanlar ünsiyyətdə tanıdı ki, bu belə bir xarakterlidir. Amma bəzilər var, həmin o ikiyüzlü insanların qurbanlarına hətta çevrilir. Bax, bundan ehtiyat eləmək lazımdır. Belə insanlardan doğrudan sözün əsl mənasında o müəyyən o distansiyanı qorumaq lazımdır. Belə insanlara bəzən amfotiyel xarakterli, yəni ikili xarakterli, yəni səni gördülər, Səmir müəllim, salam, necəsiz, nə, heç saniyə keçmir, üzünü çevirən kimi başlayır belə. Ona görə bəzən olur ki, mən belə bir şeylə daha çox rastlaşdığım üçün, yəni ki, bunu onsuz cəmiyyətdə hər birimizin, yəni bu qaçılmazdır, hər birimiz buna rastlaşırıq. Belə olan halda sadəcə insandan iki əlimiz var, iki ağız tuta bilərik də. Kim nə qədər danışa bilir, danışsın. Sadəcə belə insanlardan biraz distansiyayla, müəyyən bir interval saxlamaq lazımdır. Amma onu da deyim ki, psixoloji durumdan özgüvəni zəif olan insanlardır ki, onlar ikili rol oynayırlar. Amma Nigar xanım, bir şey də var ki, bəzən tanımaq olmur bu ikiyüzlü insanlara. Məsələn, onu deyirəm ki, tanımaq olmur. İçimizə daxil olurlar, içimizə daxil olurlar başqa bir obrazda. Bəli, çox yaxşı bir rol oynamağa bacarırlar. Yaxşı dost kimi, deyirsən, ay Allah, sənə min şükür, nə yaxşı qarşıma bir yaxşı insan çıxıb, bundan bir dostlaşım, çox yaxınıva buraxırsan, bəzən ailəvin içinə qədər gətirib çıxardırsan, bəzən get-gəlin də olur. Bir də görürsən, sənə durduğun yerdə, gözləmədiyin halda, gözləmədiyin saatda, vədədə sənə həqiqətən o zərbələrini indirir. Bəli, bu məqsədlə mi yaxınlaşıb sənə, üzünə başqa üz keçirdi? Bəzən insanlar məqsədli olurlar.
Və eyni zamanda bir şey dediyim Sami müəllim, o xarakterli insanlar bəzən belə də daxili o nikbinlik deyim də, o gözü götürməzlik, o uğra sevilməmək deyilən bir faktor var da, anlayış var. Hansı ki o uğra sevilmir. Bəlkə də ilk öncə o niyyəti olmayıb. Sizə yaxınlaşanda hər hansısa bir xarakterci, hər hansısa bir nəsə bir negativ hərəkət eləyəcək. Amma get-gedə ki, sənin uğurlarını görüb, sözsüz ki, o arxadan zərbə vurmağa hazır olan insanlardılar. Bax, o insanlar çox qorxulu insanlar, təhlükəli insanlardılar. Tamam. Zakir müəllim, belə insanlar çıxıb qarşınıza. Bax, o qorxulu, təhlükəli dediyimiz. Amma səmimi cavab verin. Çıxıb mı sizin qarşınıza? Tanımamışsınız onu. Əvvəl başqa cür tanımışsınız. Amma vaxt zaman keçəndən sonra deyirsiz, mən nə qədər yanılmışam. Sən demək, bu mən tanıdığım kimi insan deyilmiş. Yəni, belə özünüzü qınadığınız vaxt olub. Çətin sual oldu. Niyə çətin? Yəni, olubmu? Mən valla qarşıma elə, düz əslində o cür insanlar, riyakar insanlar, simasız insanlar. Ya da indi onun da 2 də sifəti var, 5 də sifəti var. Artıq biz o simasız insan tanıya deyirik. bilirsən o dəqiqə, yoxsa yox, çətin olur? mən tanıya bilmirəm. Mən həmişə elə o Tanrıya yalvarıram ki, Allah, mənə qarşıma bədxax adamları çıxartma. Yəni onlardan həmişə mənə qoru. Vəssalam, belə necə deyim, Allah bizi hamımızı hifz eləsin elə adamlardan. Mən özü bir şeyi deyim ki, yadımda saxlaya bilmirəm. Birdən məsələn belə o simasız adam məsələn məfisi eləyib və yaxud nə eləyibsə, Quranın yadımdan çıxır və yaxud məsələn, və yaxud həyatımda rol oynadığım insanlar, nə bilim, Quran and olsun yadımdan çıxır. Məsələn, keçən də bir yerdə idim, mənə bir nəfər yaxına olmuşuq vaxtı ilə. Deyir, mənə apardın həkimə, nəm getdik, and olsun Allaha yadımdadır. Yadıma, sonradan oturub yadıma salam, doğrudan belə bir şey yox. Yəni, birisi nətərdir? Amma yaxşı xarakterdir, bürcünüz nədir? Əkizlər. Salmırsınız da, sizə saxlamırsınız, adamları yığır. Kinim yoxdur, yox. Qəti, yəni, Birisi Sabri mən, təmənnasız yaxşılıqlar var ki, yadda qalmır. Yəni, təmənnalı olmayıb da deməli bu. Zakir mənim də özü, yəni mən bugün mənim üçün həqiqətən də bir tarixi bir gündür, çox şərəfli bir gündür. Yəni, sənə öz təşəkkürümü bildirirəm dəvət üçün, eləcə də rəhbərliyə. Nigar xanım, Zakir müəllim, bizim çox Respublikamızın əməkdar artisti, çox sevilən sənətkarımız. Allah can sağlığı versin. Yəni, Zakir müəllim bir sözü var, biz Emin qardaşımızın verilişində, yəni bir neçə dəfə olduq çəkilişdə, onun bir yaxşı sözü var, deyir, biz ruh adamıyıq. Yəni, Allah Teala o bizim kimi insanları, bəlkə də o daxilən təmiz olmasaq, biz nəğmələri də, yəni ürəkdən yanaşa bilməriyik. Yəni, o bizim çıxışlarımız da bəlkə də süni olar. Yəni, o səbəbdəndir ki, Zakir müəllim o sual qarşısında biraz çətinlik oldu ki, mən... Tamam. Sizin də fikirlərinizi alacağım. Bax, bu mövzulu fikirlərinizi alacağım. Amma elə istəyirəm ki, bax, bu məqamda sizin bir ifa təqdim edək. Olar. Yazdı, adamın qanı qaynayır. İstəyirəm tamaşaçılarımızın çox da belə qanlarını qaraltmayayım, amma bilsinlər, yəni addım atanda. Mən indi burada demirəm, mən elə adamdır, mən də tanıyan deyirəm. Elə valla mən də... Deyirəm, insanın psixotipini o dəqiqliyi ilə əzbər bilən mən, yeri gələndə bu yaxınlarda mənə, necə deyim, bir il o başını sığalladığım, hörmət elədiyim, nə bilim, ən çox istədiyim, hətta öz övladlarımdan da çox hörmət etdiyim bir insan elə bir hərəkət edir, elə bir zərbə vurdu ki, mən düz şoka düşdüm. Ki, necə ola bilər ki, hətta o ana qədər, mən yenə də düşünməzdim ki, o mənə qarşı bu addımı ata bilər. Amma atdı. Yəni, amma atdı. Tanımadınız əvvəlcə. Bəli, hansı ki, deyirəm, mən öz qucağımda sanki o qızı bir ilan bəsləmişdim. O ilan məni, bax, bəlkə də ilan, bəlkə də o ilan zəhəri onun yanında bəlkə də bal idi. Təsəvvür edirsiniz. Yəni, pis insanlardan uzaq olaq. Hansı ki, biz onu tanıya bilmərik. O insanın xislətində pislik varsa, onu düzəltmək qeyri-mümkün. Mümkün deyil. Yəni, qozbeyli qəbir düzəldən məsələ. Üzünə taxtığımız qaçırılacaq. Fazil müəllim, gəlin. Bir gözəl ifa təqdim edin. Hərdən çaşıram Fazil müəllimə Zakir. Zakir müəllim.
Aşıqlıq nədir ki, gözlərdə pərdə, öyünmə dözməzsən sən belə dərdə. Bu ayda bu gündə, elə bu yerdə sən mənim yanıma qaydacaqsan ay əmanım. Ay qayıtmağı qəlbində gizlətsən də sən, qayıtmağı qəlbində gizlətsən də sən, deyib gülənlərlə gülməyəcəksən. Üzəcək qəlbini xəyallar gülüm, sən mənsiz yaşaya bilməyəcəksən. Qayıtmağı qəlbində gizlətsən də sən, deyib gülənlərlə gülməyəcəksən. Üzəcək qəlbini xəyallar gülüm, sən mənsiz yaşaya bilməyəcəksən. Ay aman,
Teşekkür Fazil, uğurlar sənə. Çox sağ ol. Uğurlar arzuluyuruq Fazil sənə. Uğurların bol olsun qardaş. Səsin həmişə elə efirlərdən. Deməli, bu Zakir müəllim, təsəvvür edin Sənət oldu, ki, yaddan çıxır hər şey. bir saatda hələ soğan qovurur. İzah olsun. Hələ soğanımız qovur. Ben birden bire deyirəm, birden bire. Görək də. Ben İndi pilavı təsəvvür xalım. edin ki, bu plov bişirir. Allah elə tezliliklə mat qalırlar. Doğru. Amma o prosesləri bilirəm. Əsas o yaxşı Mən də mat qalmışam. Saat 1-də artıq hələ soğan Aha, qovurulmuş. hamısı doğranıb, hazırdır. Tamam, O yaxşı. çeviz qatacaq. Yanın orada Aha, Doğru, və biraz soğudurardı. belə deyək də, əziz tamaşaçılar, indi görürsünüz ki, bura yemək pişirməyə gəlib. Oynamağa gəlib, bu əməlli başlı. Oynamağa gəlibdi. Bayram gündə nəyə gələrlər? Ben ancaq Nəyə- oynamağa. SMS-lərimiz gəlir, Dərbənddən salamlar var. Gözəl sənətkarımız Zakir Əliyev. Salamlayırıq sizi və zəhmət olmasa gəlin. Gözəl sənətkarımız Zakir Əliyev. Salamlar var sizə. Tamam, buyur. Ondan sonra süperdi Fazil Bey, eşq olsun, Füzuli'den yazılar gönderirler. Daha bir SMS'imiz gelir bize. Burçalı mahalından sizi her zaman izleyirik. Behbud yazır. SMS'imi okuyun, Zakir müəllimə çoxlu salamlar. Bərdədən yazırlar ki, Nezaket adlı bir ifaçımız yazır ki, güzel verilişiniz var. Teşekkür edirik. Ondan sonra Kislovodsk'dan bir izleyicimiz. Tamam. Zakir müəllim, bizim əməkdaşımız Röya xanım deyir ki, zəng vuran tamaşaçılarımız var Zakir Əliyevdən. Biri vardı, biri yox. Daha çox Rusiyadan zəng vurub istəyirlər bu mahnını sizdən. Amma Röya, mən yaxşı olardı ki,